21-ci suala baxaq. Xəritə sxemasının codyarpaqlı həmişəyaşıl meşə və kolluqların, dəyişkən rütubətli meşələrin və enli yarpaqlı meşələrin yerləşdiyi əraziləri müəyyən eləyək. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar subtropik iqlim qurşağının Aralı dənizi tipində olar və bu 6 rəqəminə uyğun gəlir. 6 rəqəmi ilə başlamayan variantları silirəm. Dəyişkən rütubətli meşələr burada 2 rəqəmi ilə verilən Braziliya yaylasına uyğun gəlir. 2 rəqəmi ilə davam eləməyən B variantını da silirəm. Və enli yarpaqlı meşələr göllər ətrafı ərazilərdə yayılmışdır. Deməli, 1 rəqəmi cavab A variantı. 5 rəqəmi ilə verilən Şərqi Afrikada savanna və seyrək meşələrdir. 4 rəqəmi ilə təbii zonalar xəritəsinə baxsaq yarım səhralar görünür. 3 rəqəmi ilə iynəyarpaqlı tayqa meşələri görünür. 22-ci sual. Lənkəran Astara iqtisadi rayonunun bütün inzibati rayonlarda mövcud olan sənaye sahələrini müəyyən edək. Bu iqtisadi rayonun bütün inzibati rayonlarında həm yeyinti, həm də yüngül sənayesi var. Deməli, A variantı doğrudur. B variantından şərabçılığı, C variantından balıq sənayesini, D variantından hasilatı, Y variantından elektrotexnikanı silmək olar. 23-cü sual. Cədvələ əsasən müvafiq şəhərlərindən axan çayları müəyyən edək. İnzibati rayonların göstərdiyi xəritəyə baxsaq, görərik ki, Viləş çay Masallı və Yardımlı şəhərlərindən keçir. Deməli, birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Qaraçay, Xankəndi və Xocalının hər ikisindən keçir. Deməli, ikinci şərt də doğrudur. İkinci şərtin verilmədiyi B variantını da silirəm. Bərgüşad çay Qubadlı rayonundan keçir, amma Zəngilandan keçmir. 3 yanlışdır. Qudyal çay Quba şəhərindən keçir, amma Şabran şəhərindən keçmir. Deməli, 4 şərti də silindi. A variantını da silə bilərəm. Tərtər çay həm Kəlbəcər, həm də Bərdə şəhərlərindən keçir. 5-ci şərt də doğrudur və cavabımız D-dir. Köndələn çay Füzuli şəhərindən keçir, ancaq Horadi şəhərindən keçmir. Deməli, 6-cı şərt də yanlışdır. 24-cü suala baxaq. Respublikamızda arid landşaftların mühafizə edildiyi qoruqları müəyyən edək. Bilirik ki, arid landşaft soruşulanda əsasən Azərbaycanda yarımçəri quru çöl iqlimində olan düzənlikləri götürmək olar. Qismən də Talışın yüksək dağlığını götürmək olar. Burada Pirqulu yüksək dağlıqdır. A variantında silinər. B variantında isə bütün şərtlər ödənir. Eldar Şamı Ceyran çöldə, Korçay Mingəçevir su anbarının cənubunda Goranboy rayonu ərazisində Bozdağ landşaftı qorunur. Türyançay da Ağdaş rayonu ərazisində saqqız ardıc ağaclarının qorunduğu və yarımçəri quru çöl iqlimində olan ərazidir. Deməli, B variantı doğrudur. C variantında həm İsmayıllı, həm İlisunu silmək olar. D variantında İlisu, Şahbuzu silmək olar. Y variantında Qaragöl və Şahbuzu silmək olar. 25-ci suala baxaq. Xəritə sxemasının cədvəldə verilmiş hansı sıraların doğru olmadığını müəyyən edək. 2 və 3 rəqəmləri ilə Qanıq, Əyriçay və Samurda və Çovalıqlar verilib, düzən meşələri yayılmışdır. Bəli, hər iki ərazidə şirin yeraltı suların təsirindən düzən meşələr yayılıb. Deməli, birinci şərt yanlışdır. Doğru olduğu üçün götürmürük. Birinci şərtin olduğu variantları sildik. İkinci şərtə baxaq. 1 və 2 rəqəmləri Ceyrançöl və Qanıq, Əyriçay götürülüb. Arid döndəsin relief formalarının üstünlük təşkil edir. Ceyrançöl zonası üçün bu fikir doğrudur, amma Qanıq, Əyriçay üçün arid döndəsin relief formasının üstünlük təşkil etməsi düzgün deyil. Deməli, ikinci şərt bizə lazım olan şərtdir. C variantında eləmək olar. Üçüncü şərtə baxaq. 1 və 6. Ceyrançöl və Talış dağlarının alçaq dağlığını götürək. Endemik bitkilərə rast gəlinir. Bəli, Eldar oyğunda və Hirkan zonasında hər ikisində endemik bitkilərə rast gəlinir. Üçüncü şərt də doğru olduğu üçün götürmürük. Üçüncü şərtin verildiyi A variantını da silirəm. Dördüncü şərtə baxıram. 4 və 5 rəqəmləri ilə vulkanogen çökmə suxurlar yayılmışdır. Azərbaycanın geomorfoloji xəritəsindən nəzər salsaq görərik ki,
Verilən rəqəmlərin olduğu yerdə vulkanogen çökmə süxurlar yayılmışdır. Bu xəritəni Google axtarış motorundan əldə edə bilərsiniz. Deməli, 4-cü şərtdə doğru olduğu üçün götürmürük. 5-ci şərtə baxaq. 3 və 5 rəqəmləri. 3 rəqəmi bayaq dediyimiz kimi Samurdəvəçidə, 5 rəqəmi isə Naxçıvan ərazisindədir. Yay qura keçən mülayim isti iqlim səciyyəvidir. 5 rəqəminin olduğu yerdə yay qura keçən soyuq iqlim var. 3 rəqəmi ilə olan yerdə isə yarımsəhəri quru çöldür. Deməli, 5-ci şərtdə yanlış olduğu üçün bizə lazımdır. 6-cı şərtə baxaq. 4 və 6 rəqəmləri. 4 rəqəmi vulkanik yayların cənubunda, 6 rəqəmi isə Talış dağlarının ətəklərindədir. Respublikamızda ümumi günəş radiasiyasının minimum qiymət aldığı ərazilərdir. Bilirik ki, yüksək dalğa doğru getdikcə günəş radiasiyasının miqdarı artır. Minimum günəş radiasiyası dağətəyi ərazilərdədir, ancaq vulkanik yaylarda bu rəqəm belə deyil. Deməli, 6-cı şərtdə bizə lazımdır cavab Y variantı. 26-cı suala baxaq. Cins yaş piramidalarını və Euler-Venn diaqramına uyğun olanları müəyyən edək. Burada birinci cins yaş piramidası Yaponiyaya aiddir. İkinci cins yaş piramidası isə Niger ölkəsinə aiddir. A ölkəsi üçün Yaponiya, B ölkəsi üçün isə Niger ölkələrini qeyd edək və buna uyğun olan şərtlərə baxaq. Birinci şərt, demoqrafik keçidin ikinci mərhələsi səciyyəvidir. Bu, inkişafda olan ölkələrə aiddir, deməli ikinciyə 1. İkinci şərtə baxaq, inkişaf etmiş ölkələr üçün xarakterikdir. Bu, təbii ki, Yaponiyaya aiddir, birinciyə 2. Friksiyon işsizlik müşahidə edilir. Friksiyon işsizlik bütün ölkələrdə müşahidə edilə bilər. İstər inkişaf etmiş, istər inkişafda olan. Belə ki, öz işini, iş yerini dəyişmək istəyən insanlar bütün ölkələrdə mövcuddur. Deməli, üçüncüyə 3. Əhalinin təkrar artımı müasir tipi səciyyəvidir, Yaponiyaya aiddir, birinciyə 4. Və əhalinin ümumi sayında uşaqların payı daha çoxdur. Təbii ki, bu Nigerə aiddir. İkinciyə 5. Cavab C variantı. 27-ci suala baxaq. Əhalinin orta sıxlığı 128 nəfər bölünsün kvadrat kilometr olan regionun həqiqi sahəsi 260 min kvadrat kilometrdir. Bu regionda əhalinin təbii artımı illik 1,6% olarsa, il sonunda əhalinin orta sıxlığı hər kvadrat kilometr neçə nəfər artar? Bilirik ki, əhalinin sıxlığı bərabərdir əhalinin sayı bölünsün ərazinin sahəsinə. Deməli, burada 128 nəfər bölünsün kvadrat kilometr bərabərdir. Əhalinin sayı bölünsün 260 min kvadrat kilometrə. Burada sayı tapmaq üçün 260 mini 128'e vurarıq və əhalinin sayının 33 milyon 280 min nəfər olduğunu tapmış olarıq. Və əgər regionda əhalinin təbii artımı 1,6%-dirsə, 33 milyon 280 minin 1,6%-i eləyir 532 min 480 nəfər. İl sonunda 33 milyon 280 minin üstünə 532 min 480 gəlsək, eləyəcək 33 milyon 812 min 480 nəfər. Və il sonunda əhalinin orta sıxlığının hər kvadrat kilometr neçə dəfə artdığını tapası olsaq, buradakı yeni sayı ərazinin sahəsinə böləcəyik. Yəni 33 milyon 812 min 480-i 260 min kvadrat kilometrə bölsək, rəqəm təxminən 130 nəfər bölünsün kvadrat kilometr olacaq. Yəni 130-a yaxın bir rəqəm alınır. Əvvəldə 128 idi. Əhalinin sıxlığı hər kvadrat kilometrə cəmi 2 nəfər artmış olur. 28-ci suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edək. Birinci sırada boksit işarəsi verilib və
həqiqətən də Avstraliya və Braziliya ölkələri boksinin ixracatçıları, Yaponiya və Amerika Birləşmiş Ştatları isə onun idxalçı ölkələridir. Yəni birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. İkinci şərtdə daş kömür verilib. Çin və Hindistan daş kömürün ixracatçısı ola bilər. Ancaq nə Türkiyə, nə də Qazaxıstan onun idxalçısı olmaz. Belə ki, hər iki ölkədə daş kömür var. İkinci şərt yanlışdır. İkinci şərtin verildiyi D variantını da silirəm. Üçüncü şərtdə Qalay Wolfram qurşağı Cənub-Şərqi Asiya regionuna aiddir və 2021-ci ildə isə Peru ölkəsi Çindən sonra qalay istehsalına görə dünyada ikinci yeri tutub. Deməli, Malayziya və Peru qalayın ixracatçıları, Yaponiya və Amerika Birləşmiş Ştatları isə onun idxalçısı olar. Deməli, üçüncü şərt də doğrudur. Dördüncü şərtə baxırıq. Mis verilib. Zambiya və Çili onun ixracatçıları, Almaniya və Fransa onun idxalçısıdır. Bu şərt doğrudur. Deməli, 4 də bizə lazımdırsa, deməli, B variantı doğrudur. Beşinci şərtdə dəmir filizi verilib. Həm Venezuela, həm də Ukrayna onun ixracatçısı ola bilər. Amma Liberiya kimi ölkə onun idxalçısı olmaz. Deməli, 5-ci şərt yanlışdır. 6-cı şərtdə fosforit göstərilib. Nəzərə alsaq ki, Mərakeş fosfor ehtiyatına görə dünyada birincidir. Bu ölkə fosforun idxalçısı olmaz. Deməli, 6-cı şərtdə yanlışdır. Ümumiyyətlə, xam malın əsasən ixracatçısı inkişafda olan ölkələr, idxalçısı isə inkişaf etmiş ölkələr olur. 29-cu suala baxaq. Xəritə sxemdə təsvir edilmiş körfəzə aid olan əlamətləri müəyyən edək. 28 və 30 dərəcə şimal enlikləri, 50 və 56 dərəcə şərq uzunluqlarının zonasında İran körfəzi yerləşir. İran körfəzinə aid olan xüsusiyyətləri müəyyən edək. 1. Tropik işğalma qurşağından şimalda yerləşdiyinə görə mərcan riflərinə rast gəlinmir. İşıqlanma qurşağından yuxarıda ola bilər, amma mərcan rifləri bilirik ki, 30 dərəcə şimal və cənub enlikləri arasında isti su hövzələrində formalaşır və İran körfəzində mərcan rifləri formalaşır. Deməli, birinci şərt yanlışdır. Rast gəlinmir dediyinə görə. Birinci şərtin verildiyi variantları silirəm. İkinci şərtə baxaq. Şimal və qərb sahilləri subtropik, cənub və şərq sahilləri isə tropik iqlim qurşağına aiddir. İqlim qurşaqlarına baxsaq görərik ki, İran körfəzi tamamilə tropik iqlim qurşağındadır. Deməli, ikinci şərt də yanlışdır. Üçüncü şərtə baxırıq. Hörmüz boğazı onu qonşu olan su hövzəsi ilə birləşdirir. Bəli, Hörmüz boğazı onu Oman körfəzi ilə birləşdirir. Deməli, üçüncü şərt doğrudur. Dördüncü şərtə baxaq. Sahillərində yerləşik ölkələr zəngin neft və qaz ehtiyatına malikdirlər. Şərtdə doğrudur. Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt, Bəhreyn, İranın özü, bunların hamısı neft qaz ehtiyatına malikdir. Deməli, dördüncü şərt də doğrudur. Beşinci şərtə baxaq. Ən uzun sahil xətti İrana məxsusdur. Bəli, bu ərazidə ən uzun sahil xətti İran ölkəsinə məxsusdur. Deməli, 5-ci şərt də doğrudur. Cavab C variantı. Orta duzluğu dünya okeanı orta duzluğundan azdır şərtdə yanlış olar. Həm okeana boğaz vasitəsilə birləşdiyinə görə okean suyu ilə mübadiləsi zəifdir, həm də isti ərazilərdə olduğuna görə təbii ki, İran körfəzinin suyunun duzluğu dünya okeanı suyunun duzluğundan çox olar. Deməli, 6-cı şərt də yanlışdır. 30-cu sual. Cədvəldə verilən Afrika ölkələrindən hansılarının yerini dəyişsək, onların qərbdən şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Siyasi xəritəyə diqqət eləsək görərik ki, Benin və Qana ölkələrinin yerini dəyişsək, sıra doğru olur. Yəni, Qvineya-Bissau, Liberiya, Qana, Togo, Benin olmalı. Cavab Y variantı. Afrikanın siyasi xəritəsindən də gördüyümüz qədər, lap qərbdə yaşıl rəngdə Qvineya-Bissau, daha sonra biraz sağda Liberiya narıncı rəngdə, ardından Qana, Togo və Benin ardıcıllığı vardır. 31-ci suala baxaq. Xəritə sxemdə verilmiş A dənizinə aid olan doğru fikirləri müəyyən edək. Görürük ki, Türkiyə və Yunanistanın arasında Egey dənizi verilib. Egey dənizinə aid olan xüsusiyyətlərə baxaq. A variantı.
Ən böyük adası onun cənub hissəsində yerləşən Kipr yox, Krit adasıdır. Krit. Deməli A variantı yanlışdır. B variantı coğrafi mövqeyinə görə adalararası dəniz hesab olunur şərti yanlışdır. Egey dənizi daxili dənizdir. B variantı yanlışdır. C variantına baxaq. Orta duzluğu Qara dənizin orta duzluğundan daha azdır. Qara dənizin Egey dənizindən biraz daha şimalda yerləşdiyini nəzərə alsaq, daha isti ərazilərə meyl edən Egey dənizinin duzluğu daha çox olar. C variantı da yanlışdır. Bosfor boğazı onu Mərmərə dənizi ilə birləşdirir şərti də yanlışdır. Belə ki, onu Mərmərə dənizi ilə birləşdirən Dardanel boğazıdır. Y variantı zəlzələ və müasir dağ mərkəzlənmə zonasında yerləşir. Bəli, müasir Alp-Himalay dağ qurşağında yerləşir. Cavab Y variantı. 32-ci sual. Ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsi, həmçinin təbiətdən səmərəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi ekoloji siyasətin hansı istiqaməti hesab edilir? Cədvəldən də gördüyümüz qədər bu şərtlər ekoloji siyasətin iqtisadi istiqamətinə aiddir. Cavab B variantı. 33-cü sual baxaq. Böyük Qafqaz təbii vilayəti üçün doğru olan fikirləri müəyyən edək. 1. Boz-boz qonur düzən meşə-çəmən torpaqlarına rast gəlinir. Qobustan zonasında boz-boz qonur, şollar zonasında isə düzən çəmən meşə-çəmən torpaqlarına rast gəlinir. Birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. İkinci şərtə baxaq. Çayların əksəriyyəti öz mənbəyini baş su ayrıcı silsilədən götürür şərti də doğrudur. Belə ki, Böyük Qafqaz təbii vilayətinin çayların əsas mənbəyi yüksək dağlıq ərazilərdir. İkinci şərt də doğrudur. İkinci şərtin verilmədiyi variantları da silirəm. Üçüncü şərt, şimal-şərq hissədə hündürlüyə doğru landşaft inversiyası müşahidə olunur. Bu Talış zonasına aiddir və Böyük Qafqazda yoxdur. Dördüncü şərt, şimal-qərb hissə əsasən çökmə, cənub-şərq hissəsi möhkəm maqmatik və metamorf sulara təşkil olunmuşdur. Şərti də yanlışdır. Belə ki, Böyük Qafqaz dağları əsasən çökmə mənşəli süxurlardan təşkil olunub. Respublikamızda mövcud olan palçıq vulkanlarının bütün palçıq vulkanları bu vilayətdə yerləşir şərti də yanlışdır. Cənub-şərqi Şirvan düzündə də palçıq vulkanları var və bu ərazi Kürdağ çökəkli vilayətinə aiddir. 5-ci şərt də yanlışdır. 6-cı şərtə baxaq. Tərkibində olan fiziki coğrafi rayonların sayına görə yalnız Kürd çökəkli vilayətindən geri qalır. Bu da doğrudur. Böyük Qafqazda 5, Kürdağ çökəkliyində 6, Kiçik Qafqazda 4, Orta Araz və Lənkəran fiziki coğrafi vilayətlərində hərəsində 2-2 fiziki coğrafi rayon var. Deməli, 6-cı şərt də doğrudur. B variantı. 34-cü sual. Xəritə sxemaya əsasən rəqəmlərlə göstərilən ölkələr üçün ümumi əlamətləri müəyyən edək. Burada 1 rəqəmi ilə Estoniya, 2 rəqəmi ilə Latviya və 3 rəqəmi ilə Litva ölkələri göstərilib. 1. Rusiya Federasiyası ilə həmsərhəddir. Avropanın siyasi xəritəsinin bu hissəsində də gördüyümüz qədər 61 rəqəmi ilə verilən Estoniya və Latviya şərq tərəfdən, Litva isə qərb tərəfdən 62 rəqəmi ilə verilən Rusiya Federasiyası ilə həmsərhəddir. Bu ərazidə Estoniya və Latviya, bu ərazidə isə Litva Rusiya ilə həmsərhəddir. Belə ki, burada Rusiyanın Kaliningrad vilayəti yerləşir. İkinci şərtə baxaq. Avropa İttifaqı və NATOya üzv ölkələrdir. Hər üç ölkə həm Avropa İttifaqı, həm də NATOya üzv ölkələrdir. Birinci, ikinci şərtlərin olmadığı variantları silirəm. Əhalinin əksəriyyəti eyni dil ailəsinə mənsubdur şərti yanlışdır. Belə ki, Estoniya xalqı, estonlar Ural dil ailəsinin Fin-Uqor dil ailəsinin qrupuna mənsubdur. Latviyalılar və Litvalılar isə Hind-Avropa dil ailəsinin Baltik dil qrupuna aiddirlər. Deməli, üçüncü şərt yanlışdır. Dördüncü şərt düzənlik relief üstünlük təşkil edir şərti doğrudur. Bu ərazilər demək olar ki, tamamilə düzənlikdir. Deməli, C variantı doğrudur.
Beşinci şərt demoqrafi keçidin birinci mərhələsi səciyyəvidir. Bu ərazilər Avropa ölkələridir və demoqrafi keçidin əsasən dördüncü tipinə uyğun olanlar. Birinci tipdə isə Amazon, Kongo və Yeni Qvineya zonasında yaşayan bəzi qəbilələr aid olar. Deməli, birinci mərhələyə bu ölkələrə aid deyil. Zəngin yeraltı sərvətləri mövcudluğu ağır sənayenin üstün inkişafına səbəb olmuşdur şərtdə yanlışdır. Bu ərazidə nə metallurgiyadan, nə də digər başqa faydalı qazıntıların bolluğundan, mövcudluğundan söz gedə bilməz. Deməli, 6-cı şərtdə yanlışdır. Cavab C variantı. 35-ci sual. Verilmiş göllərdən mühüm təbii rekreasiya zonasında yerləşənləri müəyyən edək. Acınıhur Qanıq əyri çaydadır, yerləşməz. Batabat Naxçıvanın dağlıq ərazilərində turistik ərazidə yerləşir. İkinci şərt götürülə bilər. Ağzıbirçala yarımsəri qurçöl iqlimində yerləşir və həmin ərazidə Xəzərin narın qumları Şollar düzündə, Nabran zonasında olar, amma Ağzıbirçala göl ətrafında olmaz. Göygölün olduğu ərazidə insanların istirahətini təmin edən milli park belə yaradılmışdır. Sarı su yarımsəri qurçöl iqlimində və köçəri quşların qorunduğu ərazidir. Deməli, 5-də olmaz. 2-4 cavab C variantı. Cədvələ əsasən hansı inzibati rayonda əhalinin mütləq təbii artımının daha çox olduğunu müəyyən edək. Mütləq təbii artım deyəndə Cəlilabadda bu rəqəm təxminən 30.000 nəfər, Zaqatalada 10.000 nəfər, Saatlıda 15.000 nəfər, Ordubadda 5.000 nəfər və Qazaxda 8.000 nəfər görünür. Yəni, mütləq təbii artım 30.000 nəfərlə Cəlilabadda daha çoxdur. Cavab D variantı. 37-ci sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Laos və Vietnam Asiyanın sosialist ölkələridir. Bəli, bu ölkələr Asiyanın sosialist ölkələridir. Deməli, 3-cüyə 1. Çin, Kamboca və Taylandla həmsərhəddir. Cənub-Şərqi Asiya regionunun siyasi xəritəsindən gördüyümüz qədər Vietnam Tayland ölkəsi ilə həmsərhəd deyil. Deməli, Çin, Kamboca və Taylandla həmsərhəd olan Laosdur. 1-ciyə 2. Dəniz sahili mövqeyə malikdir. Laos Hindçin yarımadasına yerləşib okeana çıxışı olmayan yeganə ölkədir, amma Vietnamın sakit okeana çıxışı var. Bayaq ki, xəritədən də görmək olar. 2-ciyə 3. Ərazisində Mekong çayı keçir şərti isə hər iki ölkəyə aiddir. 3-cüyə 4. Cavab A variantı. 38-ci sual. Uyğunluq gözlənilməmişdir. A variantında elektroenergetika, pambıqçılıq və taxılçılıq Milmuğan iqtisadi rayonuna aid edilməz. Deməli, A variantı doğrudur. B variantında hasilat sənayesi, üzümçülük və qoyunçuluq hər üçü Qazax Tovuz iqtisadi rayonunda var. C variantında hasilat sənayesi, qoyunçuluq və arıçılıq Şərqi Zəngəzur iqtisadi rayonu üçün uyğundur. Belə ki, burada qiymətli alp xalları həm qoyunçuluğun yay otlaqlarında, həm də arıçılığın inkişafına təsir edir. D variantında faraş tərəvəzçilik, kartofçuluq və yeyinti sənayesi hər üçü Lənkəran Astara iqtisadi rayonuna aiddir. Və Y variantında neft-qaz sənayesi, broiler quşçuluğu, tumlu meyvəçilik Quba-Xaçmaz iqtisadi rayonuna uyğundur. Siyəzəndə neft-qaz sənayesi və broiler quşçuluğu, Quba rayonunda da tumlu meyvəçilik məşhurdur. Deməli, Y variantı da bizə lazım deyil. 39-cu sual. Verilmiş xüsusiyyətlər hansı iqtisadi rayona aiddir? Sənayenin başlıca sahələri neft və qaz çıxarma, elektroenergetika və tikinti materialları sənayesidir. Kənd təsərrüfatında pambıqçılıq və qoyunçuluq ixtisaslaşmış sahələr hesab olunur. Ərazisindən beynəlxalq əhəmiyyətli neft-qaz kəmərləri, dəmir və avtomobil yolları keçir. Şərtlərinin hamısı Mərkəzi Aran və Salyan Şirvan
iqtisadi rayonlarını göstərir. Cavab Y variantı. Dağlıq Şirvanda nə neft qaz çıxarma olmaz, nə də əhəmiyyətli yollar keçməz. B variantında Milmuğan iqtisadi rayonunda elektroenergetikadan söz getməz. C variantında eynən Milmuğanı eləyə bilərik. D variantında Dağlıq Şirvanda bayaq dediyimiz kimi nə neft qaz çıxarma olmaz, nə də beynəlxalq əhəmiyyətli yollar keçməz. 40-cı sual. Xəritə sxemi əsasında rəqəmlərlə göstərilmiş türk dilli respublikalar üçün ümumi əlamətləri müəyyən edək. Burada biz Qaraçay, Çərkəz və Kabarda-Balkariya ölkələrini 1 və 2 rəqəmləri ilə görə bilirik. Birinci şərt, dağlıq relif üstünlük təşkil edib, bəli, Qafqaz zonasında yerləşdiyinə görə birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Zəlzələ və müasir dağ əmələ gəlmə zonalarından kənarda yerləşən şərti yanlışdır. Qafqaz zonasında yerləşməsi onun zəlzələ və müasir dağ əmələ gəlmə zonasında olduğunu göstərir. İkinci şərt yanlışdır. Üçüncü şərt, çimli podzol və podzol külək çalan torpaqlar üstünlük təşkil edən şərti yanlışdır. Bu ərazi mülayim iqlim qurşağında yerləşsə belə mülayim kontinentaldadır, kəskin kontinentalda deyil. Yəni iynəyarpaqlı meşələr zonasında deyil. Üçüncü şərt də yanlışdır. Üçüncü şərtin verildiyi Y variantında silirəm. Mülayim iqlim qurşağında yerləşməsini üçüncü şərti izah edəndə demişdik. Beşinci şərtdə əhalinin orta sıxlığı Rusiyanın Sibir regionunda yerləşən türk dilli ölkələrin orta sıxlığından daha çoxdur. Şərti doğrudur. Belə ki, Saxa-Yakutiya türk dilli dövlətlərin içində əhalisinin sıxlığı minimum olan ölkədir. Deməli, 5-ci şərt də doğrudur. Deməli, cavab D variantı. 6-cı şərt, ərazisinin əksər hissəsini düzənliklər təşkil etdiyinə görə Rusiyanın mühüm dağlıqçılıq regionu hesab olunur şərtdə doğru deyil. Belə ki, bu ərazi birinci şərtdə verildiyi kimi dağlıq relifin üstünlük təşkil etdiyi ərazidir. Deməli, 6-cı şərt də yanlışdır.